Hər vaxtınız xeyir, mən Mirzə Mirzəyev. Bugün sizlərlə yeni bir mövzu ilə tarixin əfsanə və həqiqətləri serimizdə bu dəfə yeni mövzular haqqında danışacağız. Keçən dəfə kimi Əndəlüs mədəniyyəti haqqında deyib, bu dəfə onun gələcək inşallah olacaq. İndi də sizi Ramazan bayramına təbrik edirəm. Allah orucları vaxtında tutmaya və açmaya nəsib etsin. Bugün elm və din haqqında danışacağız. Bu bir-birinə bəlkə əsrlər boyu bir-birinə zid olan, əslində bir-birinə yaxın olan bu iki kəlmə birlikdə baxacağız. Burada afişadan da görmüşdüyünüz gibi bir sağda din, kitab, Kur'an, İncil, diğer tərəfdə isə kitab və çerçöz və qələm var. Ortada ise qızıl bir qələm. Bu nə deməkdir? Hər ikisi bir qələmlə yazılır. Yəni bunu herkesin təkcə bu orta xüsusiyyətidir, həm də onun yaranması və yayılması. İslam dini, din bizə başa düşəndə bu şəxslər din elmlə uzlaşmır deyən şəxslər əslində əslində İslamı bilmədən ya da araşdırmadan bilənlərdir. Hristiyanlıq dindən uzlaşmaya bilər. Katolik məzhebindən bunu uzlaşmaya bilər, amma protestanlıq bundan uzlaşmaya gedir. Lakin İslamda ise bir çox əsərlər var ki, onun İslamda yayılmasını və daha sonra Avropada inkişaf etməsinin səbəb olur. Bunlardan ilk olarak İslam alimlərinin yarattığı əsərləri tanıyan, mesela Elcezeri'nin Filli su saati, birçok əsərləri, robot texnikaları, daha sonra onun düz xət ilə dairəvi xət əldə etməklə bugünkü qatarların çalışma mekanizmasını kəşf etməsi. Yəni əgər düşünsəydik bu düşüncəyə dəstək verən olsaydı, bəlkə İslam aləmində bəlkə 18 və 19-cu əsrlərdə sənaye inqilabı və baş verəcəkdir. Mesela İskəndəriyə bölgəsində, bugün İskəndəriyədə Heronun buxarlı maşını, ama bu oyuncaq şəklində düzəltmişdir. Amma Heron Romada yaşayırdı, amma bunu İslam alimlərində hələ də axtaranlar var idi. Bunun bu keçmişinə aid əsərlərdə axtaranlar var idi. Əgər bu buxar maşını da təkmilləşsəydi, ona dəstək olsaydı, bəlkə İslam dünyasında sənaye inqilabı baş verəcəkdi. Avrupa'da baxanda ise Avrupa'ya uzun müddət qaranlıqlar dönümü başlamışdır. 8-ci əsrdən İslam Rönesansının başlanması və 13-cü əsrə qədər davam etməsi bu böyük bir əsərlərin nəticəsidir. 9-cu və 14-cü əsrlərdə Avropa vəba və qaranlıqdan qırılan Çinmək Avropada şeytanın bir yerdə təmas qurmaq mənasına gələndə, gigiyenanın sıfır olduğu vaxtlarda, düşüncənin və papadan asılı olan vaxtda hər bir elmi yeri papa rəddiyə qoymasıyla bu başa düşərik. Avropada Rönesans fikirlərinin əsasında yaranması daha çox səlib yürüyüşləri və İspanyada Rekonkist hərəkatı vaxtında buradaki inkişafları və kəşflərin bəziləri alimlərin buna götürülməsi və müsəlmanların Moriskolardan satın alınmasından başlayır. Bunun da Rönesansın başlamasının əsas təkəmmülün səbəblərindən biridir. İbn Sina'nın kitabları bir çox Avropanın təbəbatında 18-ci əsrə qədər istifadə edilmişdir, hətta bir çox edilmişdir. Hristiyanlıqda bəzi dini məzhəblərdən reformasiyanın buna görə parçalanma nəticəsində olmuşdur və protestan əxlaqı ilə Avropada kapitalizmin əsası qoyulmuşdur. Protestan əxlaqı ilə, yəni dünyəvi zevkdən uzaq, ancaq çalışmaqdan və əxlaqdan gəlidir. Buna da İmmanuel Kantın yazdığı fəziyyət əxlaqı çox möhtəşəmdir. Onun da həm bir vəzifə. Məsələn, bir şəxs tibb akademiyasına daxil edir, demək ki, o biologiya fənnindən yüksək olmadı. Qarşına məqsəd qoydu, həm məqsəd əxlaqı idi. Diğer yerinden başa düşərsə, bu düşüncələr yarananda şərqində qonşuluq olmamışdır. Məsələn, Səmərqənddə 15-ci əsrdə Ali Kuşçu, Ahmet Şirnəvai kimi böyük şairlər və sənətkarlar. Daha sonra Şeyx Tusi Nəsrəddin Tusi'nin qarşısında bu Abbasi dövründə yaşamışdır və bir çox əsərləri mövcuddur. Nəsrəddin Tusi isə rəsədxana tikmişdir. Daha sonra İbn Xaldun bir dövlətin, ideal dövlətin necə yaradılması, necə idarə edilməsini göstərmişdir.
Piri Rəz Kitab-ı Bəxreyn ilə bugünkü dünya xəritəsini 90% dəqiqliklə açmış. Kitab-ı Bəxreynində də bütün hələ də dünya dənizini istifadə etdiyi bir kitaba halına gətirilmişdir. Onun bir çox layihələri mövcud idi. İslam aləmində bu yovazlığa meyl etmə və elmdən geri qalma əsasında birinci olaraq dini düşüncə fərqləri və bu dini radikal və dini adət-ənənələrin qorunmasına başladı. Daha sonra xilafətin və İslamın mərkəzinin Bağdadın 1258-də Monqollar tərəfindən dağıdılması və böyük kitaba Beytül Hikmə və kimi böyük bir binaların yandırılması, minlərlə kitabı dərcə çağırdı, dərcə mürəkkəb axtı, mürəkkəb axtı, qan axtı kimi olan vaxtı buna mövcud idi. Lakin ən axırısı 1779-dan 92-ci ildə Rekonquista hərəkatı ilə Əndəlüs Əməvi dövləti 1132-də edilmişdi. Bunu əvvəlcədən ən axırında 3-cü bölümümüzdə sizə başlayacağız. Bugünkü din və elmdə Əndəlüsün müsəlmanlar tərəfindən itməsi və bir çox əsərlərin ya Farsa, ya Cəzairə, ya da İspanyada qalması burada Avropa kilsəsinə, daha sonra kitabxanalara təhvil vermişdir və Avropada universitetlərin təkəmmül forması və Almaniyada dual təhsil forması yaranmasına baş verdi və dünyanın bəlkə təmiz akademiyaları və 2-ci Dünya müharibəsində Almanların ən az 2000-ci illərin texnologiyasından savaşması o dövrə nisbətən bu təhsil sistemi ilə bağlıdır. Digər əsərlərdən başlananda isə bir çoxu Avropanın bir çox alimləri dinsiz değildi. Çoxu dini təbliğ edən, amma başqalarının asılı olmadan insan öz dinini yaşayan. Avropada daha sonra din cəmiyyəti varoluş etmək, cəmiyyəti bir alanda saxlamaq və cəmiyyəti parçalamamaq, cəmiyyəti düzgün şəkildə sosial cəhətdən, iqtisadi cəhətdən cəmləndirmək kimi edilmişdir. Sosiolog elminin barəsi Oliver Kant özü demişdi ki, bir mədəniyyəti sosial mədəniyyətdən William Kant da buna demişdi ki, cəmiyyətin idarə etməsi üçün dinin var olması lazım, amma bunun asıl olmaması lazım. Amma bir çox bunlar başa salmışdı. Bugünkü isə bunu ikinci part olarak şekilde size diyeceğiz. Gələn dəfə deyəcəyiz. Allah'a emanet olun. Tarixin əfsanə və həqiqətə abunə olmayı, like etmeyi unutmayın. Allah'a emanet olun. Ramazan bayramınız mübarək. Sağ olun və salamat qalın.